Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Azərbaycanda pandemiya dövründə tətbiq edilən xüsusi karantin rejiminin müddəti bir daha uzadıldı. 5 il əvvəl tətbiq olunan qanuna əsasən ölkənin quru sərhədləri 2025-ci ilin oktyabrın 1-nədək bağlı qalacaq. Bu barədə ölkənin baş naziri yeni qərar imzalayıb. Sənəddə qeyd olunur ki, karantin rejimi koronavirus COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq və mümkün fəsadların qarşısını almaq məqsədi ilə uzadılır. Rusiya vətəndaşları üçün ölkədən çıxış mümkündür. Xatırladım ki, Rusiya vətəndaşları üçün Azərbaycanı tərk etmək mümkündür. Onlar quru sərhədini keçərək Rusiyaya qayıda bilərlər. Sərhədə necə getmək olar sualına gəlincə isə bu məqsədlə istifadə edilən əsas marşrut Bakı Beynəlxalq Avtovağzalından sərhədə qədər fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarıdır. Sərhədi keçdikdən sonra isə Rusiya ərazisində xüsusilə Dərbənd və Mahaçqala istiqamətində təhlükəsiz və rahat taksi xidmətləri mövcuddur. Bu nəqliyyat vasitələri sərhəd keçid məntəqəsinin çıxışında mövcuddur və sərnişinlərə xidmət göstərilir. Rusiyaya qayıdış üçün sənədə gəlincə isə bir daha xatırladıram ki, məlum olduğu kimi Azərbaycan 2020-ci ilin martından etibarən quru sərhədlərini bağlamış və bu müddət ərzində yalnız hava nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış mümkün olmuşdu. Yeni qərarla bu məhdudiyyətlər ən azı payızın əvvəlinə qədər qüvvədə olacaq. Lakin Azərbaycandan çıxış üçün Rusiya vətəndaşlarına yalnız xarici pasport kifayətdir. Heç bir əlavə sənədə və ya xüsusi əsaslandırmaya ehtiyac yoxdur.